Sözün Özü teleprogramında xoş gördük sizi möhtərəm tamaşaçılarımız. Bugünkü söhbətimizin də ünvanı istərdim ki, belə olsun. Dilimiz, mənəvi diriliyimiz. Quş yuvaya möhtaçdır. Fərd evə, xalq və millət vətənə. Quşun yuvası dağıdılsa, meşəyə sığınar. Fərdin evi vəhşilər tərəfindən yağmalanıb talan edilsə, müəzzəm vətənin qoltuğuna sığınar. Bəs vətən vəhşət və dəhşətlə xarabazara döndərilsə, onda necə? Millətin dili üçündə təxminən beləcə suallar sıralandıra bilərik. Bir dili soyqırma qısnamaq, milləti qırmaqdan daha betərdir. Millətdən ölən ölər, qalan isə yetim qalan dili tədricən fəlakətin pəncəsindən bəlkə də xilas etməyi bacarar. Dilin faciəsi Allah məsləhət bilib yaratdığı heç bir xalqa bu müsibəti göstərməsin. Hər millətin kəraməti deyil ki, yüzilliklərin və minilliklərin qaranlıqlarında qalmış qədim dilini və əlifbasını, sonuncu gücünü və hərdəmini toplayıb dartıb üzə çıxarda bilsin. Həqiqətən hərənin işi və karı deyil. Amma bu müstəsnalığı bacaran xalq və millət də bəzən öz varlığının böyüklüyünü göstərə bilir. İsrailin 2000 illik İbrani lisan və yazısını əhya edərək əcdadının ruhuna güzgü tutmağa zoru çatdı. Dünyanın bu çağında sağdan sola yazmaqdan zərrəcə də utanmadı, əksinə fəxarət duydu. Hər şeydən əvvəl qazancı bu oldu ki, qədimlərə işıq salan arxivlərin yolu öz əlində, o sirli, sehirli qapıların açarı öz cibində oldu. Bir sözlə, mənəvi xəzinələri ağzı günə qalmadı. Əlifbası, kitab dəftəri və mənəviyyatının başında gələn Quran-ı Şərifi əlindən alınan biz, Sovetlər hakimiyyəti hökmranlığı vaxtında məlum 70 ildə nələr çəkmədik, nələr görmədik. Birdən fikirləşirəm ki, cənublu qardaşlarımızın naçar köməyi olmasaydı, xüsusilə ilk 10 illiklərdə başımıza nə çarə qılardıq? Onsuz da taledən cəfakeş yaranmış o qaşqın doğmalarımız, əl yazmalar fondunun künc bucağında gözləri işıq həsrətli nə qədər klassikimizin ölməz ruhunu bizə çatdırmağa cürət sərf etdilər. Gözəlin taleyi çirkin olur, deyib dədələrimiz. Tarixin dərin qatlarından qaynaqlanıb gələn türkçəmiz istər səs uyuşumu cəhətdən, istər fikri ifadə yönündən olsun, dünyanın imkanlı dilləri ilə boy ölçməyə gücü çatan qüdrətli bir dildir. Başına gətirilən fəlakət sükutlarının altından baş qaldırıb, böyük varlığını isbata kim çalışırsa, onun dözüm və dəyanətinə eşq olsun deyirəm. Möhtərəm tamaşaçılarımız, bir dildən gərəkli bir sözü dəfn etməklə millətin yaddaşının bir hissəsini dəfn etmək arasında elə bir fərq yoxdur. Amma mən cümlədə özümdə olmayaraqdan gərəkli söz ifadəsi dilə gətirdim, möhtərəm tamaşaçılarımız. Aman, bu nə ağır çaşma, bu nə ağır qəflət, yəni gərəksiz də söz olur. Qəbahətim üçün Həzrət-i Sözdən və siz tamaşaçılarımdan üzr istəyirəm. Dilindəki məsum sözlərin amansızlıqla qət olunmasından, sözün həqiqi mənasında dünyasını itirən,
çaresizlikten ömrün son illerini evine kapanaraq, qəbr evinə qədər işıqlı dünyaya çıxıb boylanmayan Fuad Şəmsi İnanın 1971-ci ildə İstanbulda nəşr olunan Haq kitabından Dilim şeirinin bəzi misralarını misal gətirməklə sözümü sona çatdırmaq istəyirəm möhtərəm tamaşaçılarımız. Etdiyim ixtisar və asan anlaşılsın deyə dəyişdirməyə məcbur olduğum bəzi kəlmələr üçün şairin mübarək ruhundan üzr istəyirəm. İki ünsür dili eylər əhya, dillə ucalmış nə qədər düha, yol açdıqca həyata, elmə, yerləşir dillərə bir-bir kəlimə, keçərək min sənə, minlərcə sənə, dil də tədricə çatar qayəsinə, bular imkanı hər bir məna bəyan, canlanar dil və yüksələr irfan, dili tarixi edər millətə mal, dil də tarix ilə tapar cəmal. Dəm və dövranla doğar cümlələri, ayrıdır onların ahəngi yeri, biri əksilsə qalar lal insan, dilə gəlməz neçə hüsnü həyacan, bilgimin özüdür hər bir kəlmə, onsuz çatamam bildiyimə, incədir öylə ki mənada fikir, seyr olur vəzin ilə ahənglə şeir, bircə kəlmə ilə baxırsan hətta, dəyişir sözdəki təsir, məna, hədd-ü həyanla bilinməzsə kəlam, anlamaz, anlatamaz kimsə məram. Keşməkeş hali olur hər oturum, tay olur Babilə millətcə durum, kəlmə xalqa düşmən olmaq nə demək? Elmi irfan mı kim nəql edəcək? Düşmənimdir dediyin hər kəlmə, mənə məndən də yaxın mənliyimə, doğmuş ondan neçə min həyəcan, necə qüdsü, necə milli ahfəğan, dildə varkən o nəsirlik kəlmən, niyə attın onu, tuttun bunu sən? Nə zaman mal olacaq millətə bu, yıxacaq mülkü kökündən bu pusu, gedəcək dil ilə əldən hissin, verəcək can o nəsirlik nəfəsin. Ayrılarsa əgər din ilə dil, başqa millət olar artıq o nəsil, o nəsir. Keçsə min il, min əsir, zəlil qalar şanlı keçmişi zəlil. Bundan olmaz daha milli bir haqq, buna kimsə əl uzatmayacaq. Möhtərəm tamaşaçılarımız, yuxarıdakı dilə dair sistəmli ağı bununla da bitmədi. Dilinə tutulan divandan dəli divanə olan şairin ağlar halına uyar, Əhməd Cavadın sevimli qızı Almaza yazdığı Mərsiyənin bir misrası yadıma düşdü. Can verən o idi, canı çıxan mən. Hörmətli söz pərvanələrimiz, bu müqayisə ilə demək istəyirəm ki, can verən o türfə türkcəmiz idi, canı çıxan isə əslində o bədbaxt şair və bu şairə köklənmiş minlərlə Anadolu türkümüz. İstər istəməz bu telegörüşümüzü də bir vəcizə örnəyi ilə bitirmək istəyirəm. Onu Yavuz Sultan Səlimin dilindən, şeirindən. Padşah-ı aləm olmaq bir quru qovğa imiş, bir vəliyə bəndə olmaq hər şeydən əla imiş. Möhtərəm seyircilərimiz, söz və iman işığında gerçəkləşən bir söhbətimiz də beləcə gəlib keçdi. Başqa bir ovqatın söz mənziləsində rahat görüşmək ümidi ilə Allaha əmanət olasınız əzizlərimiz.